Salam, hörmətli izləyicilər. Biz bugün canlı efirdə autizmli uşaqlara necə kömək etmək mövzusunda müzakirə aparacağıq. Qonaqlarımız ekspertlər, psixopedaqoq Firuzə İsmailova və həkim, defektoloq, loqoped Aytən Aslanovadır. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür ederim. İlk olaraq Firuzə xanım sizə sualımı anlamaq istəyirəm. Ümumiyyətlə, autizm nədir və onun haqqında bir məlumat verərik? Deməli, autizm nədir? Əslində bu bir aktual mövzudur. Yəni bildiyimiz kimi cəmiyyətdə autizmli uşaqların sayı artmaqda davam edir. Autizmli uşaqlar, yəni spektr pozuntusu olan, davranış pozuntusu olan bir uşaqlardır. Bu uşaqlara əslində xəstə deyə müraciət edirlər. Əslində bu uşaqlar heç də xəstə deyirlər. Sadəcə bu uşaqlarda davranış pozuntuları var, yəni göz kontaktı qurmurlar. Yəni, ünsiyyətə girmə problemi var. Bu uşaqlar ətrafdakı insanları, yəni onlarla sosiallaşmaq, tutaq ki, ünsiyyətə girmək, bunlar biraz çətindir onlarda. Əslində, elə də deyim ki, normal uşaqlardan elə də seçilmir görünüş baxımından. Əgər bir adam var ki, deyir ki, onlarda çatmır, tutaq ki, ruhi xəstəlikdir, amma heç də elə deyil. Yəni, görünüş baxımından heç bir fərqi yoxdur, normal uşaqlardır. Sadəcə bizdən biri və fərqlidirlər həmin uşaqlar. Sadəcə anlama, təfəkkür, təxəyyül problemləri var həmin uşaqların. Təbii ki, o uşaqlar da eğitimlə eğitimə getdikdə həmin uşaqlar cəmiyyətə qarışa bilər, sosiallaşa bilər. Bunun üçün bir çox metodlar var. Həmin metodlardan biri deməli loqopedə və psixoloqa getməkdir. Yəni valideyni tərəfindən onun aşılandıqda, yəni bilindikdə ki, tutaq ki, bu uşağın problemi bilindikdə loqopedə və psixoloqa müraciət etməsidir. Autizmli uşaqları necə bilmək olar ki, bu uşaq autizmlidir? Əslində, çox adamlar bilmir. Deyirlər ki, tamam, uşaqdır, ərköyünlük edir. Autizmli uşaqların ilk öncə valideyni mütəxəssis olmalıdır ki, uşaqda onu bilsin ki, bu uşaqda fərqli bir şey var. Ümumiyyətlə, həmin uşaqlar valideynlərlə danışanda belə, ümumiyyətlə, nə istədiklərində belə göz kontaktı qurmurlar. Heç bir göz kontaktı olmur. İstədiklərini birini söz şəklində ifadə etmirlər. İstədiklərini belə işarə vasitəsilə göstərirlər. Yəni, və yaxud da ki, hər hansı bir hərəkətlərindən tutmaq olur, stereotiplər olur. Stereotip nədir? Stereotip odur ki, yəni, əllərini oynadırlar öz gözlərinin qarşısında. Fırlanan əşyalara meyilləri olur. Məsələn, işığı yandırıb söndürməkdir, paltar yuyandı, ona diqqətlə baxırlar. Bu cür uşaqlardır, yəni autizmli uşaqlar. Yəni, bunlarla bilmək olar ki, yəni autizmli uşaqların bu cür necə deyim sizə, hərəkətlərindən tutmaq olar ki, autizmli uşaqlar budur. Təbii ki, ilk öncə bu nevropatoloq və psixiatr tərəfindən müəyyən olunmalıdır, diaqnoz qoyulmalıdır. Sonra artıq təbii ki, mütəxəssislərə etibar olunmalıdır. Bu autizm ümumiyyətlə xəstəlikdirmi? Yəni xəstəliklər sırasına daxildirmi? Xeyr, autizmin konkret olaraq heç bir dünyada səbəbi tapılmayıbdır, yəni nə müalicəsi var. Əgər ola bilər ki, deyək ki, xəstəlik olaraq müalicəsi, xeyr, heç də xəstəlik deyil, xəstəlik olaraq qələmə verir. Autizm fərqlilik deyə qeydə götürülübdür. Yenə dediyim kimi, ruhi xəstəlik və kimə qələmə verirlər el arasında, amma heç də xəstəlik deyil. Aydındır. Aytən xanım, bu ümumiyyətlə autizmin yaranma səbəbləri nədir? Yəni anadan gəlmə mi olur, sonradan mı yaranır insanda? Birinci istərdim Firuzə xanımın sözlərinə əlavələr edim ki, baxın, bəzi valideynlər fikirləşirlər ki, mənim də uşağım göz kontaktı qurmur. Bəziləri deyir ki, mənim də uşağım sosiallaşmır. Yaxud diqqət etmir hansısa bir valideynin verdiyi əmrlərə, komanda. Komanda dediyimizdə nədir? Məsələn, bir ad götürəcəm simvolik olaraq, tutaq ki, Vüsal, get pultu anaya gətir. Bu onu etmir. Göz kontaktı qurmur dedikdə isə gözü gözümə baxmır. Yəni, bir var ki, çağırırsan, reaksiya vermir adına. Bir uşaq mənim gözümdən səni, yəni direkt gözünün içinə baxmır. Bunlar fərqli bir anlayışlardır əslində. Sırf tipik autizmlərdə göz gözə baxmır. Yəni, sırf başqasının gözünə baxmaqdan uşaq yayınır. Bu əsas xüsusiyyətdir ki, hansı ki, %100 autizmdir uşağa deyə bilirik. Ada qarşı reaksiya, diqqətsiz reaksiyanın olmaması, diqqət əksikliyi uşaqlarda da olur. Autizmli uşaqlara da xasdır.
Amma sizin verdiyiniz sualın cavabı olaraq ki, nəydən yaranır autizm? Firuzə xanım da qeyd etdiyi kimi, hal-hazırda bütün dünyada autizm sindromu, xəstəliyi yox sindromu nədən yaranıbdır? Bunun səbəbi bəlli deyil. Çünki hər hansı bir şeyin səbəbi bəlli olarsa, birincisi onun müalicəsi olar. Yəni dərman müalicəsindən söhbət gedir. Və biz bilirik ki, autizmin dərman müalicəsi, iynə, dərman, bu kimi müalicələr qətiyyən yoxdur. Yəni həkimlər sadəcə, psixiatrlar, nevroloqlar sadəcə diaqnoz qoyurlar. Uşağın oxşar əlamətlərindən, autizmin oxşar əlamətlərindən diaqnoz qoyurlar və yönləndirirlər ümumi şəkildə deyəcəm pedaqoqlara. Pedaqoq deyəndə bunun içinə artıq psixoloq da daxildir, defektoloq da daxildir, pedaqoqun, xüsusi pedaqoqun özü də daxildir ki, sırf bu uşağı o vəziyyətdən çıxardacaq. Və son zamanlarda artıq bir-iki nüansları qeyd edirlər, yaranma səbəbləri olaraq elmə məlumdur ki, atanın yaşı 40 üstə olanda, yəni biz bilirik ki, Down sindromlu uşaqlarda ana yaşı 40 üstə olanda uşağın Down doğulma riski çoxdur. Autizmlərdə isə ata yaşı önəm götürülür. Və son zamanlar çox problemli bir mövzudur peyvəndlər. Bəzi valideynlər bizə müraciət edərkən hətta qorxula bilir, biz peyvənd elətdirəkmi, elətdirməyəkmi? Yəni, peyvənd bizim ixtiyarımız yoxdur hansısa valideynin uşağını peyvənd etdirsin, etdirməsin mövzusunda qərar vermək onların yerinə. O valideynin şəxsi qərarıdır. Heç bir həkim belə valideynin yerinə uşağa məcburi şəkildə peyvənd elətdirə bilməz. Amma bizim diaqnostikalarımız nəticəsində %80-90 arasında uşaqlarda ən ağır peyvənd var, onun adını hal-hazırda çəkmək istəmirəm ki, anti-peyvənd əleyhinə danışmış olmayım. Onlardan sonra uşaqlarda ləngimələr baş verir. Bu ləngimələr ilk öncə o qədər gözə çarpan olmur. Get-gedə daha ağırlaşır. Düşünün ki, autizm bir qəlibdir. Uşaq o qəlibin içinə girir, öz dünyasında artıq özünə. Nə kənarı görmür, kənarda baş verən hadisələrdən xəbərdar olunur. Belə və onu o vəziyyətdən çıxartmaq, autizm sözü özü də ingilis dilindən tərcümədə to out, yəni özünə qapanma. Buna erkən uşaq depressiyası da deyirlər. Çox əvvəllərdə şizofreniya, uşaq şizofreniyası da deyildilər. Şükür Allaha ki, artıq o şizofreniya ümumiyyətcə termin olaraq artıq elmdən çıxma üzrədir. Hələ də ki, bunu uşağın adına, yəni qoşmaq həm valideynə biraz ağır gəlirdi, həm də mütəxəssislərə qorxunc gəlirdi uşaqlarla işləmək. Amma artıq, yəni, sıradan Firuzə xanım dediyi kimi, bütün uşaqlar kimi ola bilərsiniz, sadəcə maariflənmiş olmalıdır valideynlər, problemi daha tez nəzərə almalıdır ki, mənim uşağım digər uşaqlardan fərqlidir, həmən aidiyyatı yerə müraciət etməlidirlər ki, uşaqla mütləq şəkildə və tez şəkildə reabilitasiya başlasın. Mən belə başa düşdüm ki, bu demək olar ki, xəstəlikdir. Sadəcə olaraq bunun mənşəyi məlum olmadığına görə xəstəlik qruplarına daxil deyil. Niyə? Çünki siz onu şizofreniya xəstəliyi ilə əlaqələndirdiniz. Səhv eləmirəmsə, şizofreniya psixik xəstəlik. Bəli, psixoloq xəstəlik. Bəli, yəni Loru dildə desək dəlilik. Yəni loru dildə onun adı dəlidir və bütün insanlar yəni bunu belə, amma uşaqlarda əvvəllər nə ediblər? Bu cür uşaqları, yəni doğulan bu cür uşaqları, birincisi onlar ağır nevroloji uşaqlar da ola bilirlər. Yəni risk qrupu altında olan uşaqlar budur. Ağır nevroloji uşaqlar, dediyim kimi ata yaşı yüksək olan uşaqlar, yəni onları birbaşa ruhi xəstələrin olduğu, yəni məkana yerləşdirirlər. Amma indi şükür ki, biz onları cəmiyyətə qazandırmaq üçün biz də cəhd edirik. Valideynlər də artıq son illərdə çox maarifləniblər. Onlar da öz övladları üçün potensial göstərirlər ki, uşaq vəziyyətdən çıxsın və çıxan uşaqlarımız var, hətta çoxdur deyə bilərik. Normal məktəbə də gedirlər, normal təlim də alırlar. Normal uşaqlar kimi olmasa da, amma onlarla birlikdədirlər. Firuzə xanım, deməli, erkən uşaq, deməli, uşaqlarda baş verən həmin bu qeyd etdiyiniz problemlə əlaqədar autizmlə bağlı ilkin necə, yəni ev şəraitində necə məşğul olunmalıdır? Bu mümkündür ümumiyyətlə? Təbii ki, mümkündür. Əslində çox bir valideynlərə, həkimlər və yaxud da gedəndə uşaqları yoxlamağa deyəndə sizin uşağınız autizmdir, həmin valideynlər
başlayırlar autizm nə olduğunu bilmədikdə abilər tamam başa düşmək olar ki, bunlar bir valideyndirlər. Amma üzümü tutub buradan bütün valideynlərə bildirirəm ki, yəni autizmə qalib gələ bilərsiniz. Tamam, bu ömür boyu sürə biləcək bir şeydir, amma siz öz uşağınıza eğitim verə bilərsiniz. Deməli, ilk yenə dediyim kimi, əsas bütün öhdəlik valideynin üzərinə düşür. İlk öncə diagnostikanı bayaq da biz bildirdik, Aytan xanım bildirdi. Psixiatr və nevropatoloq bir diaqnozu qoyduqdan sonra mütəxəssislərin yanına yönləndirilərsə və mütəxəssislə yanaşı valideyn də evdə işlədikdə, yəni birlikdə işbirliyi etsələr, uşaqların erkən olaraq üstünə düşürsə, yenə Aytan xanım dediyi kimi orta məktəbdə təhsil də ala bilərlər. Necə ki, bizim uşaqlarımız hal-hazırda orta məktəbə gedirlər. Bir də burada bir nüansa toxunmaq istəyərəm. Çox vaxt deyirlər ki, mən özüm psixopedaqoqam. Valideynlərə deyəndə ki, uşağınız oxuya bilər, yaza bilər. Onlar çox təəccüblü şəkildə baxırlar ki, mümkün deyil. Yəni, mümkünsüz bir şey yoxdur. Təbii ki, çalışılsa, üzərində işlənilsə, əldə etmək olar. Hal-hazırda bizim də mərkəzimizdə və yaxud da bizim də əhatəmizdə elə autizmli uşaqlar var, şagirdlər var ki, oxuyurlar, yazırlar, məktəbə gedirlər. Amma düzdür, tam olaraq valideynlər deyə bilər ki, tutaq ki, oxub yazsa da nəsə var. Tamam, tam olaraq normal uşaq halında olmasalar da, hər hansı bir stereotipləri olsa da, amma bunları əldə edə bilərlər. Bir də bununla ev şəraitində dediniz, bizim bir yaxınımız var, Layla İsmailova, özü də bir autizmli övlad anasıdır və autizmli valideynlərə maarifləndirmək baxımından autizm ev şəraitində təlim bir kitabını çap etmişdi və biz də bura bildik ki, qonağınızdır. İstədik sizə də verək, siz də maariflənəsiniz. Ümidvaram ki, siz də bunu və ətrafınızda olan insanlara bildirərsiniz. Təbii ki, bu valideynin uşağı, baxın, əvvəl diaqnoz qoyulanda həmin uşağa o valideyn də bütün həyal qırıqlığına tüklər demişkən olub. Amma indi həmin uşaq rolik sürür, tenis oynayır. Yəni, bir çox bacarıqları var, yazma bacarığı var, qavramlarında bir çox hərfləri bilir, artıq rəngləri tanıyır. Ona görə də əsas valideyndir, valideynlə yanaşı mütəxəssisdir. Ev şəraitində necə bilməli? Məsələn, bayaq dediyim kimi, valideyn diqqət etməlidir. Uşağı bundan valideyndən istəyir ki, tutaq ki, su versin. O, onu təbii ki, autizmli uşaqların əksəriyyətində, demək olar ki, çoxunda nitq yoxdur, nitq ləngiməsi var. Onlar bütün istəklərini işarə vasitəsilə göstərirlər. Valideynlər bunu deyə bilər ki, uşaqdır, gec danışır və bizim cəmiyyətdə belədir ki, atası gec danışır, bu uşaq da gec danışır. Onlara nəsildən keçmək kimi baxırlar, amma valideynlərə bildirmək istəyirəm ki, mütləq, əgər uşaq gec danışırsa, tutaq ki, 2 yaşında əslində nitq baxımdan Aytan xanım daha geniş məlumat verəcəkdir. Baxın, işarə vasitəsilə göstərir suyu. Dediyim kimi, bəzi şeylərə takıntıları, göz kontaktı qurmur, yəni ki, direkt istədiyini bildirmir, ünsiyyətə girmir. Valideynlər bunun nəzdində, bu şeylərdən anlaya bilərlər. Ev şəraitində təbii ki, oyunlar şəklində, hər hansı bir çalışma şəklində, misal olaraq motorikasıdır, hər hansı bir hərfin öyrədilməsində valideynlər evdə edə bilərlər və yaxud da ki, hər hansı bir bacarığı belə. Məsələn, bu uşaqlarda soyunma, geyinmə, öz baxım bacarıqları olmur, misal olaraq tualet təlimi olmur. Yəni, bu bacarıqları belə valideyn də mütəxəssislə yanaşı evdə edə bilərlər. İndi burada deyirik ki, valideyn, əsas valideyn də rol oynayır. Elə valideyn var ki, deyə bilər ki, uşaq mənimlə etmir. Tamam, sizinlə, valideynlərlə etməyə bilər. Amma çətin olacaqdır. Yəni, ilk başda o çətinliklər olacaqdır. Amma ki, mütəxəssislərlə birlikdə psixoloqdur, logopeddir, pedaqoqdur, bunlarla birlikdə işlənirsə, nəticələri mütləq ki, olacaqdır. Aytan xanım, sizcə bu dövlət səviyyəsində ümumiyyətlə də, bu autizmli uşaqların, belə deyək ki, həyata qaytarılması, onların normal ictimai fəaliyyətinin bərpa olunması, o dediyiniz qüsurların aradan qaldırılması üçün ölkədə ümumiyyətlə kifayət qədər buna dəstək varmı, yoxsa necə? Baxın, Turan müəllim, sizin sualınıza belə bir cavab verim. Çox uzağa gedib Avropa ölkələrini məsələyə qatmayacaq, amma yaxın Türkiyə və Rusiya ölkələrini
özümüzə misal olaraq götürsək, necə ki, inteqrasiyanı biz onlardan götürürük, onlarla ayaqlaşmağa çalışırıqsa, bilirik ki, Türkiyədə bunlar üçün vakıflar var. Yəni, Əngəllilər Vakfı, bunun içində psixi əngəllilər var, eşitmə əngəlliliyi olanları var. Rusiyada da həmçinin bu cür yerlər fəaliyyət göstərir ki, hansı ki, ödənişsiz şəkildə məhz özəl olaraq yox, ödənişsiz şəkildə uşağı aparıb orada reabilitasiya edib, amma bilmirəm onlarda dəqiq olaraq müddət nə qədərdir. Bizim də ölkədə son zamanlar buna dövlət qurumlarında artıq yer ayrılıb, bu yaxınlarda mən oradan artıq düzdür, işimə xitam verdim. Dövlət müəssisəsi idi, sırf tibbi sosial təminat idi, bu cür problemi, xüsusi qayğıya ehtiyacı olan uşaqların tibbi sosial təminatı reabilitasiya şöbəsinin, mən orada həkim tefektoloq logoped idim. Orada məhz autizm uşaqları da var idi, digər problemli uşaqlar da var idi. Mövzumuz autizm olduğuna görə deyə bilərəm, orada necədir hal-hazırda dövlət səviyyəsində? Yalnız 10 günlük tam olaraq hansısa bir autizm uşağın logopedi, psixologu, duyusal müəllimi, əmək terapiyası, hamısı dövlət sağ olsun əslində. Bu işləri görürlər, sadəcə müddət azdır. Çünki bir autizm üçün 10 gün bu dərman müalicəsi deyil, axı biz kurs olaraq verək ki, bəli, 10 gün get bunu iç, sən düzələcəksin. Bilirsiniz, bunun zaman bizim əlimizin altında olan proqramlar 6 ay, 1 ili çəkir ki, o uşağa o proqram tətbiq olunsun. Ondan sonra artıq uşağı istədiyimizi alırıq uşaqdan, başlayır uşağı sosiallaşdırmağa. Artıq bu zamanda ailənin bizə möhkəm köməyi nəticəsində biz o uşağı normal uşaq vəziyyətinə gətirməyə çalışırıq. Amma 10 gün çox az bir müddət. Aydındır. Yəni, müstəqil bir qurum, müstəqil bir deyək ki, təşkilat yoxdur da, sırf bu işlə məşğul olsun. Hal-hazırda sırf bu işlə məşğul olan məlumat dövlətdə mənə məlum deyil. Yəni, belə bir mərkəz yoxdur, deyək ki, bu mərkəzlər özəl mərkəzlərdir, yalnız özəl mərkəzlər. Dövlət tərəfindən yoxdur. Xeyr, dövlətin dəstək olduğu mərkəzlər yoxdur, amma QHT tipli mərkəzlər var, qeyri-hökumət təşkilatı mərkəzləri ki, onlara da bir neçə qurumlar dəstək olurlar. Bəzi uşaqların orada artıq bilmirəm, Firuzə xanım ondan məlumatlı olmuş olar ki, bilmirəm, ödənişsizmi şəkildə, yaxud uşaqlarla sırf idman şəraitinin yaxşı qurulması ya sosial həyat təminatlarının yüksək səviyyədə qurulması üçün xüsusi qurumlar ora yerləşdirirlər, avadanlıqlar onların hesabına alırlar, yəni valideynlər etmirlər. Belə bir mərkəzlər var bəli, amma yenə də ora gələn uşaq valideyn ödəniş edir. Aydındır. Sizin bir əlavəniz var mı, Firuzə xanım? Bəli, bir də əlavə bildirmək istəyərdim. Autizm uşaqlara valideynlər düşünür ki, yardım etmək, hər hansı bir peşə sahibi olmaq mümkün deyil. Bildirmək istəyərdim ki, mümkündür. Öz baxımlarından tutmuş, əslində Azərbaycanda günlük yaşam sistemi var. Günlük bizim mərkəzimizdə Aytən Aslovanın mərkəzi var, Azərbaycan Logopediya Akademiyası. Həmin mərkəzdə də bu günlük yaşam sistemi fəaliyyət göstərir. Uşaqların günlük həyatda öz baxım xidmətlərindən tutmuş, tenis dərslərdir, rolik dərslərdir, velosiped dərslərindən kimi orada aşılanlar, yəni bütün uşaqlar həmin o bacarıqları əldə edə bilərlər. Yəni tamam bu uşaqların göz kontaktı falan olmasa da həmin onlara rağmen, yəni bu uşaqların vəziyyətlərinə baxmayaraq, Azərbaycan Logopediya Akademiyasında bunların hamısı uşaqlara aşılanır, öyrədilir. Necə deyəm, sosial olaraq hər hansı bir kinoya, elə valideynlər var ki, deyir ki, uşaqlarımız kinoya getmirlər, toya aparmırlar, moru dildə ifadə edəcək, hər hansı bir əyləncə mərkəzinə aparmırlar. Amma çox sağ olsun Aytən xanım ki, bizim mərkəzimizdə o şəraitlər qurulub, uşaqları müəllimlər sosiallaşdırır, kinoya aparmaqdır, parka aparmaqdır, velosipeddən istifadə etməkdir. Məsələn, bizim bir şagirdimiz var, həmin Aysu mamasının ən böyük arzusu oydu ki, rolik sürsün. Aysu artıq rolik sürür. Təbii ki, Aysu autizm deyil, amma DCP-də olan uşaqdır, iflicidir, serebral iflicidir. Artıq həmin uşaq rolik sürür. Yəni, bu cür şeyləri bildirmək istəyirəm ki, bu cür şeyləri belə uşaqlarda tətbiq etmək olur. Yəni, bunları belə uşaqlarda öyrətmək, nəticə görmək olur. Təşəkkür edirəm. Artıq sona yaxınlaşırıq verilişimizin. Sonda valideynlərə nə tövsiyə edərdiniz? Bu tipli uşaqların müalicəsini deyək, yenidən həyata qaytarılması üçün neynəsinə sizə müraciət etsinlər və yaxud özlərindən hər hansı bir tövsiyəniz varsa buyurun.
Birinci növbədə valideynlərə ən böyük tövsiyəm odur ki, maariflənsinlər bacardıqca çoxdur. Yəni, maariflənmək dediyim, internetdə açıb 3 abzaslıq bir məqalə oxumaqla deyil. Maariflənmək odur ki, kitab alsınlar, oxusunlar. Bu mövzuda çoxlu kitablar var. Yaxud mütəxəssisə, psixoloqa müraciət etsinlər uşağın vəziyyəti ilə bağlı. Mənim uşağımla yəni bir çıxış yolu varmı? Nə qədər qabağa gedə bilər, nə qədər irəli gedə bilər və qorxmasınlar əsası. Bilirsiniz necə, bəzən həkimlər diaqnozu elə sərt şəkildə deyirlər ki, istər hər bir valideyn bir addımını geri çəkir və içində belə qorxu təlaş içində ki, mən nə edəcəm bu uşaqla? Yəni, qəti sürətdə uşaqlarınızı bizə etibar edin və mən inandırım ki, Firuzə xanım artıq akademiyamızın adını çəkdi, Azərbaycan Logopediya Akademiyası. Bilirsiniz necə, mənəm falan belə deməklə deyil, onsuz da bizə müraciət edən valideynlər nəticələrimizdən razıdır. O valideynlərə güvənərəkdən bu sözü mən deyirəm. Yəni, onların bizə güvəndiyini bilirəm və mən sırf onların nitqi ilə bunu bildirmək istəyirəm ki, həqiqətən də əmin əllərə vermiş olarsınız uşaqlarınızı. Çox güclü mütəxəssislərimiz fəaliyyət göstərirlər. Uşağınızı mütləq vəziyyətdən çıxardacaq. Yetər ki, Türklər demişkən pes etməsinlər. Təşəkkür edirəm, dəvətinizi qəbul edib gəldiyiniz üçün hər şeyinizi aranızda. Sağ olun, salamat qalın. Çox sağ olun.